Bir kənddə Mehriban adlı zəhmətkeş bir bağban yaşayırdı. Onun balaca, amma çox səliqəli bir bağı var idi. Bağda pomidor, xiyar, kök, kələm və müxtəlif meyvə ağacları yetişirdi. Mehriban hər səhər gün doğmamış bağa çıxar, torpağı belləyər, bitkiləri sulayar və onlara böyük sevgi ilə qulluq edərdi. Bir gün Mehriban bağda işləyərkən gördü ki, köklərin bir hissəsi yoxa çıxıb. Torpağın üstündə balaca izlər də görünürdü. Bağban biraz fikirləşdi və dedi, görəsən bunu kim edib? Ertəsi gün o yenə bağa gəldi. Bu dəfə kələm yarpaqlarının kənarları dişlənmişdi. Mehriban başa düşdü ki, bağa kimsə gizlicə gəlir və tərəvəzləri yeyir. O qərara aldı ki, axşam bağa baxsın. Axşam hava qaralanda Mehriban sakitcə bağın kənarında gizləndi. Bir müddət sonra kolların arasından balaca, ağ bir dovşan çıxdı. Dovşan ehtiyatla ətrafa baxdı, sonra hoppana kök tərəfinə getdi və bir kökü çıxarıb yeməyə başladı. Mehriban bunu görəndə əsəbləşmədi. O sakitcə dovşana yaxınlaşıb dedi, ay balaca dovşan, deməli mənim tərəvəzləri yeyən sənsən? Dovşan qorxub geri sıçradı. O titriyərək dedi, bağışlayın bağban, mən sizi incitmək istəmirdim. Meşədə yemək azdı, ona görə bura gəlmişəm. Mehriban biraz düşündü. O başa düşdü ki, dovşan pis niyyətlə gəlməyib, sadəcə acdı. Bağban mehribanlıqla dedi, əgər acsan, mən sənə kömək edə bilərəm, amma gizlicə bağa girib tərəvəzləri yemək düzgün deyil. Dovşan başını aşağı saldı. Mən bir də belə etmərəm, sadəcə çox ac idim. Mehriban gülümsədi və bağın bir kənarını göstərdi. Bax, bu hissədə mən sənin üçün biraz kök və kələm əkəcəyəm. Sən də yalnız buradan yeyərsən, amma digər tərəvəzlərə toxunmazsan. Dovşanın gözləri sevincdən parladı. Doğrudan, çox sağ olun. O gündən sonra bağda maraqlı bir dostluq başladı. Dovşan hər gün bağın həmin hissəsinə gəlir, yalnız öz payından yeyirdi. Əvəzində isə bağa başqa heyvanlar yaxınlaşanda qaçıb bağbanın yanına gəlirdi. Bir dəfə bağa tülkü yaxınlaşdı. Dovşan bunu görən kimi qaçıb bağbanın yanına gəldi. Mehriban dərhal bağa baxdı və tülkünü uzaqlaşdırdı. O başa düşdü ki, dovşan artıq bağın kiçik qoruyucusuna çevrilib. Beləliklə, bağban və dovşan yaxşı dost oldular. Bu hadisədən sonra kənddə hamı Mehriban bağbanın xeyirxahlığından danışırdı. Onun bağı isə əvvəlkindən də daha gözəl və bərəkətli oldu.